Yəni burada qəlb. Sağa sola şeyxi qolundan tutub deyir ki, nə var, nə olur? Deyir ki, şeyxim deyir, vəhşi heyvanlar görürəm. Deyir ki, mən 40 illik görürəm, sakit dur. Yəni, insan ruhunun qidasını vermədiyi zaman, bəzi insanın, məsələn, ruhunun şəkli, əvvəlki ümmətlərdə, məsələn, İsa Aleyhisselam dövründə Allahın əmrlərinə qarşı gələnlərin siması dəyişərdi. Məsələn, İsa Aleyhisselam dövründə o İsa Aleyhisselamın öyrətdiyi ayətləri aparıb satanların siması dəyişdi, donuz şəklinə girdi. İsa Aleyhisselam onu tanıdı, dedi ki, sən filan havaridisən, dedi ki, başına ağlaya-ağlaya, başına işarələdi ki, hə. Amma Peyğəmbər Aleyhisselam dua elədi, bu ümmətdən o hal qaldırıldı. Yəni, sima dəyişmir, amma ruh şəklini dəyişir. Kimisinin ruhu türkü şəklindədir, hiləgardır. Kimisinin ki, əqrəb, sancır. Kimisi, nə bilim, əfi ilan kimidir. Yəni, ruhun şəkli dəyişir. Ona görə əzizlərim, çalışaq ruhumuzun qidasını verək. İbadət ruhumuzun qidasıdır. Yəni, müvəqqəti uşağı yetişdirirsən, 70 il başı ayağı bunun şeydir daha. Yəni, 70 il sonra qutarır da bu. 70 il üçün uşaq oxusun, məslək sahibi olsun, bir kürs sahibi olsun, bir iş sahibi olsun, filan etsin. Sonra 70 il sonra qutardı. Bəs əbədi həyat üçün nə ağarmaq lazımdır? Alimlər 70 illik ömrü olan bir insanın həyatını hesablayırlar. İbadət eləsə, yetkin yaşından sonra, 15 yaşından sonra ibadətə başlasa, 2 ilini alır. 2 il, 70 illik ömürdə 2 ilini alır namaz. Cənnət qarşılığında, yəni niyə görə mən bu namazı qılmayayım ki? Niyə bu ibadət eləməyim ki? Və ibadət də sadəcə namazın ibadətdir, əzizlərim. Bəşəri münasibətlərdə dürüst olmaq da ibadətdir. Tərəzidə qarşı tərəfə allatmamaq ibadətdir yəni. İşi düzgün, doğru, dürüst. Məsələn, dərziyi geysən, paltar versən, deyirsən ki, nə vaxt hazır olar? Deyir ki, sabah saat 5-də gəl. Gelsən hazırdır. Olmadı ki bu. Bu olmadı yəni. Bu dürüstlük olmadı. Sən nəyin bahasına olur olsun saat 5-ə onu çatdırmalısan. Söz vermək əmanətdir. Yəni, bu çox ciddi məsələdir. Yəni, sadəcə namaz qılmaq ibadətdir ki, oruç tutmaq ibadətdir ki, qonşu ilə münasibətləri yaxşı tutmaq da ibadətdir. Qonşu ilə münasibətləri, evə gələn qonağa ikram eləmək də ibadətdir. Peyğəmbər Aleyhisselatü Vesselam sizlərdən Allaha və axirət gününə iman edən kimsə, ya xeyir danışsın, ya sussun. Allaha və axirət gününə iman edən kimsə, qonağına ikram eləsin. Allaha və axirət gününə iman edən kimsə, qonşusundan güzel keçinsin. Allaha və axirət gününə inanan kimsə deyir. Ya, bu nə deməkdir? Sən zibili çıxart, qonşunun qapısının ağzına qoy, bir şey də dağılsın, padiyezi yaman günü qoysun və ya da qonşunun qapısının ağzını çirkləndirsin. Ya, bu olmadı yəni. İçəridə qıldığın namazla çöldəki bir-birinə uyuşmadı yəni. O da bir ibadətdir yəni. Və yaxud da yol gedəndə çalaya saldım maşının təkərini, yolun qırağındakı insanın üstünü batırdım. Olmadı bu. Yəni, bu olmadı. Bu, bəşəri münasibətləri qorumaq lazım yəni. Nizam-intizamı salmaq lazım. Onu da nizam-intizamımızı bizim göz qıldığımız namaz salması lazımdır. Əgər qıldığımız namaz bizi qəlbə salmırsa, bizi düzləşdirmirsə, Allah qorusun. Allahın istədiyi namazı qılmırıq demək biz. Çünki ayət kərimədə fəvəylül lil musallin deyir. O namaz qılanlara veyillər olsun. Allahu Ekber. Namaz qılanı veyil dərəsində şey deyir. Təhdid deyir Allah Resulü. Allah da Allah. Kimi? Niyə? Ona görə dalına deyir ki, Əlləzinəhəm an salatihim səhən. Onlar namazlarından qafildirlər. Əlləzinəhəm yurağın. Onlar göstəriş eləyirlər. Yəni göstəriş. Riya. Allah qorusun. Riya gizli şirkdir. Biz deyirik ki, niyyət etdim Allah rızası üçün yatsı namazın fərzini qılmağa. Allahu Ekber. Allah rızası üçün deyirik. Amma birisi görür, niyyəti olursa, batdı artıq. Birisi məsciddə namaz qılırmış, güya namaz qılırlar. Məsciddə bomboş. 2-3 nəfər namaza gəlir, görür ki, adam qəşəng rükû eləyir, qəşəng səcdə eləyir, qiyamda belə şax durub. O qədər xoşlar gəldi ki, bunlar. Deyirlər ki, maşallah, nə qəşəng namaz qılır. Namazın içində çörülür. Hələ bir oruca. Oldu heç nə. Yəni, namaz da poz oldu, iman da getdi, oruç da getdi, hamısı getdi. Yəni, riya oldu bu. Yəni, namaz başqasına danışdığın zaman namaz pozulur. Başqasına göstəriş üçün deyirsənsə, zaten kimyası pozuldu ibadətin yəni. Allah rızası üçün yəni. Yəni, işin başında Allah rızası. Bir çox insan məsələn görürsən ki, Allah qorusun, bir ev yanır, o tərəfə qaçır hamı. Qaçanların birisinin niyyəti
gedim oradan 2 dənə şey qutarım, adama ziyan az dəysin. Və yaxud da boğulub bir insan qalıbsa içəridə onu qutarım, ölümdən qutarım onu. Bir niyyət budur. Bir niyyət gedim görüm bu qatışda, bu aralıqda nə oğurlaya bilirəm oradan. Bu da bir niyyətdir, qaçan niyyətidir. Biri o yanan şeydən fitrəti pozulub ləzzət alır. Çartapart yanan şeydən ləzzət alır. Fitrət pozulub da yəni. Ruhun qidasını vermədiyi zaman aydınlaşır ruh. Biri də hamı tərəfə qaçır, bilmir niyə qaçırlarsa, bu da qaçır, onlara baxır. Bu da bir niyyətdir. Amma işlərindən bir dənəsi savab qazanır. Gedim oradan insanlardan adama az ziyan dəysin deyib, onun o evindən 2-3 nəfər, 2 dənə şey, 3 dənə şey qutarırım. Az yəni mayası batsın da, yəni adamın ziyanı olsun. Ona görə niyyətimizi saflaşdıracaq. Niyyət başda önəmli. Kilom çox almışam, bu Ramazanda bir oruç tutum, biraz arıqlayayım. Bu oldu heç nə, bu oruc olmadı ki, sən arıqlamaq üçün, sənin savabın söhbəti qalmadı. Allah qorusun, ahirətdə 3 qism insan hesaba çəkilmədən kimsə yerindən kıpırdamazdı, tərpənməz. Birincisi huzura zəngin adam gətirilir. Allah Teala deyir ki, sənə filan nemətlər vermişdim. O da qul da etiraf edir ki, bəli, ya Rabbi, sən mənə filan nemətlər vermişdin. Allah Teala soruşur ki, bəs mənim üçün nə qardan? Deyir ki, ya Rabbi, sənin üçün sağa sola zəkatımı verdim, öşrümü verdim, fitrəmi verdim, sədəqamı verdim. Allah yolda xərclədim, faqir fukara yardım elədim. Yox, sənə cömert adam desinlər deyə, səxavətli adam desinlər deyə sən onu elədin. Sənə nə əlaçıq adamdır desinlər deyə elədin. Və o dünyada səhət deyildi. Sənin burada alacağım şey yoxdur. Adam deyir, üzüstü, sürühləyə cəhənnəm atarlar. Allah qorusun. İkinci, alim, qari, gözəl vəz eləyib, söhbət eləyib, Quran oxuyur. Allah-u Teala onun nemətlərini xatırladı ki, sən bu nemətləri vermişdim. Deyir ki, bəli, ya Rabbi. Bəs mənim üçün neyin edin? Ya Rabbi,